لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا، ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Ve Yahudiler tarix uzunu Allah Taala'nın yarattığı en hiləgər məxluqlar olublar. Yahudilər tarix boyu Allah Taala'nın yarattığı en hiləgər, en məkirli insanlar olublar. Və onlar daima, Yahudilər Allahın peyğəmbərinə zülm etməklə, onları öldürməklə Allaha qarşı düşmənçiliyə cürət edən insanlar olublar. Və həmçinin onlar Musa peyğəmbərin təlimindən üz döndərən kimsələr olublar. Və Allah Taala da onların arasını ayırdı. Onları parça-parça elədi. Və onlar beləlikcə yer üzərində, yəni səllimcəsinə belə dolaşırdılar. Və onların heç vaxt heç bir dövləti olmayıb. Yahudilərin heç vaxt dövləti olmayıb, nə də ki ətrafına toplandıqları, sığındıqları bir toplum olmayıb. Və Allah Subhanahu taala Quran-ı Kərimdə buyurur ki: "Və qulna min ba'dihi li bani İsrail eskunul arda fe iza jaa va'dul ahireti ci'na bikum lafifa." Allah Taala buyurur ki, biz bundan sonra İsrail oğullarına siz burada yaşayın, bu yerdə yaşayın və ahirət vədi gəldikdə isə sizin hamınızı gətirəcəyik deyə vəd etdik, buyurduq. Və Yahudilər daima xaçpərəstlərlə ədavətdə və düşmənçilikdə olublar. Və onlar iki dəstə, Yahudilər və xaçpərəstlər özlərinin təhrif olunmuş, dəyişdirilmiş dininə möhkəm yapışmışdılar. Özlərinin təhrif olunmuş, insanlar tərəfindən dəyişdirilmiş dininə möhkəm yapışmışdılar. Və onlar dininə yapışmaqla yanaşı daima bir-birləri ilə müharibə edirdilər və bir-birlərini öldürürdülər. Və o vaxt ki, bu iki dəstənin, yəni Yahudilər və xaçpərəstlər, bu iki dəstənin dini etiqadları ortaya çıxdığı zaman, yəni o vaxt ki, dini etiqadlardan bir-birindən ayrı durdular, seçildilər, yəni Yahudilərin öz etiqadları var idi və xaçpərəstlərin də öz etiqadı var idi. O vaxt ki, onlar dini etiqadlarında bir-birindən ayrıldı və hərəsi öz dəstəsi üzərində, öz dini üzərində qaldı, bu zaman siyasi məsələlərdə bir-biri ilə yoldaş oldular. Və şeyx deyir ki, necə ki, bugünkü gündə də biz onu görürük. Və Yahudilər daima öz murdar əxlaqları və öz murdar fikirləri ilə xaçpərəstlərə qarşı hilə qurublar. Və bugünkü gündə də Yahudilər İsrail dövlətini qurmaq üçün öz fərdi şəxslərini din adı altında siyasətə dəvət edirlər. Din adı altında öz siyasətlərinə dəvət edirlər. Yəni o vaxt ki, hansı ki onlara miskinlik və zəlillik üz vermişdi. Allah Subhanahu taala Quran-ı Kərimdə bu barədə buyurur. Lakin həqiqətdə isə onların heç bir dini yox idi. Həqiqətdə isə onların heç bir dini, həqiqi bir dini yox idi. Amma ərəblərə və oxuma yazma bilməyənlərə gəldikdə isə Allah Subhanahu taala kitabda, Quran-ı Kərimdə onların halı barəsində açıq aydın bizə xəbər verir. Və həmçinin onlara olan nemətini Allah Taala bizə xəbər verir. Və Allah Subhanahu taala buyurur ki: "Huvellezî ba'se fil ummiyyin rasulan minhum yetlu aleyhim ayatihi ve yuzakkihim ve yuallimuhumul kitaba vel hikmete ve in kanu min qablu lafi dalalin mubin." Bundan əvvəl açıq aydın zəlalət içərisində olan, oxuma və yazma bilməyən kimsələrə özlərindən elçi göndərdik.
ki Allahın ayətlərini onlara oxusun. Allahın kitabını onlara öyrətsin və hikməti onlara öyrətsin. Və yenə Allah Teala başqa ayədə buyurur ki: "Laqad mannallahu alel mu'minina iz ba'sa fihim rasulan min anfusihim yatlu alayhim ayatihi ve yuzakkihim ve yuallimuhumul kitaba vel hikmete ve in kanu min qablu lafi dalalin mubin." Allah Subhanahu taala buyurur ki, bundan əvvəl açıq aydın bir zəlalətdə olmalarına baxmayaraq Allah Teala möminlərə onların özlərindən olan bir peyğəmbəri göndərməklə onlara nemət bəxş elədi. Minnət elədi. Və o peyğəmbər onlara Allahın ayətlərini oxuyurdu və onları günahlardan təmizləyirdi, pak edirdi və onlara kitabı və hikməti öyrədirdi.